Sumqayıt şəhər polis idarəsi cinayət axtarış şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində oğurluqla məşğul olan 4 nəfərdən ibarət quldur dəstəni saxlayıb. Sumqayıt sakinləri olan 1991-ci il təvəllüdlü Piriyev Raqif Mirzəoğlu, həmyaşıdı Məmmədov Etibar Muxtaroğlu, 1994-cü il təvəllüdlü Güləlizadə Samir Ələkbəroğlu və 1990-cı il təvəllüdlü Salmanov Mehman İsrafiloğlu şəhərin müxtəlif ərazilərində yerləşən internet klublardan, mebel dükanlarından, kafe və müxtəlif ərzaq dükanlarından 15 ədəd mobil telefon, 9 televizor, 6 PlayStation, 6 notebook və bir fərdi kompüter oğurlayıblar. 2015-ci ildə bir 5-6 aydır uşaqlarla, qonşu uşaqlar var idi, onlarla getmişik. Mebel yerləri olub, 2-3 dənə, oradan girmişik, notebook götürmüşük. Bir də PlayStation yeri olub, 13-cü mikroyonda, yol qırağında. Oradan 5 televizor, 5 kompüter götürmüşük. Bir də 3-4 dənə də belə dükan olub, yəni ərzaq dükanı. Oradan götürmüşük. Mən Sumqayıtın müxtəlif yerlərinə girib oğurluq eləmişəm. Götürmüşəm, cavanlıq eləmişik uşaqlarla. Kimlə edirsən oğlum? Qonşularımla. Adlarını Raqif, Samir. Nə aparırsınız? Televizor, notebook. 10-cu mikrorayonda yəni mebel salonuna zaten girmişik. Nə götürmüşsün oradan? Bir dənə notebook olub, bir dənə personal zaten. Raqiflə, birində də etibar da olub 3 nəfər. Hardan? 13-cü mikrorayondan 13-cü mikrorayonda nə uğramısınız? bir mebel yerindən notebookdur, bir də PlayStation salonu. Nə aparmışsın onlardan? Televizorla, kompüter. PlayStation uşağından da. Bəli, Neynəmişsiniz o oğlanan şey? satmışıq. Quldur dəstə oğurladıqları malları dəyər dəyməz qiymətinə sataraq əldə etdikləri pulları kef məclislərinə və geyimlərinə xərcləyiblər. Belə yəni, özümüz üçün yəni, cavanlığımıza xərcləmişik. Əldə etdiyiniz pulu neynəmişsiniz? Xəyrləmişik. Onlar sakinlərə ümumilikdə 10.000 manata yaxın zərər vurublar. Quldur dəstənin hər biri törətdiyi əməldən peşman olduğunu bildirib. Çalışsınlar, belə şeylərdən uzaq olsunlar. Yəni, belə şey heç vaxt yaxşı olmayıb, yaxşı da olmayacaq. Bəli, məmnun peşmanam. Heç kimə tövsiyə etmirəm ki, əməl törətsin. Bəli, peşmanam, heç məsləhətli görmürəm heç kimi. Peşmanlığım olur ki, heç kimə məsləhət görmürəm belə bir şeyi. Sonda onu da bildirək ki, saxlananlardan Mehman Salmanovun yeni dünyaya göz açmış oğlu var. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Şəmsistan Fikrətli, Elbur İsmailov, Dünya TV.